Bismillahirrahmanirrahim. Qardaşlar, mən sizə yeni bir möcüzə göstərəcəm. Bax, bu rəqəmlərin cəmi 6236 edir. 1500 ilə yaxında heç kəs görməyib ki, rəqəmlərin cəmi 6236-dır. İndi gəlin mən sizə bunu sübut edim ki, necə olur? Əvvəl onu deyim ki, 1-dən 9-a qədər olan say riyaziyyatın əsas köküdür. Bütün rəqəmlər bundan doğulur. Yəni, sanki anadır. Və bunların da anası bu rəqəmlərin 1-dir. Yəni, əsas 1-dən doğulur bütün rəqəmlər. Yəni, 2 desən, əslində 2, yəni 2 dənə 1 deməkdir. 3 desən, 3 əslində 3 dənə 1 deməkdir. Yəni, 1 sanki anadır. Bir rəqəmi. Və bundan sanki bütün rəqəmlər doğulub. Və bunların da 9 dənəsi nədir? Bütün riyaziyyatın əsas kökü, anası. İndi bu da 6236 rəqəminə gəlir çıxır. Amma necə desək? Məsələn, ərəbcən deyib, əbcətinə yazsaq. Vahid, İsnəni, Sələsə, Ərbə, Xəmsə və bu cür. Yəni, ərəbcən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 deməkdir bunlar. Bunları bu cür desək, sonra əbcətlə baxsaq, budur. İndi gəlin mən sizə bir-bir onları göstərim. Deməli, qardaşlar, baxın. Vahid kəlməsi. Kişi cinsində vahidin yazılışı budur. Vahid. Amma mən qadın cinsi ilə başladım. Niyə? Çünki doğandır. Bütün rəqəmləri 2, 3, 4 hamısı bunun övladlarıdır. Vahid. Quranda da bax bu cür bir ayə görəsiniz ki, deyir mən sizi bir kişidən və ondan da tayin yaratdım və siz o cür yarandınız. Amma bir kişi deyəndə, yəni kişi deyəndə bir insan deyir də, bir insandan. Amma o bir insan kəlməsində alimlər görürlər ki, vahid kəlməsini işlətmədi Allah. Yəni, vahid kəlməsi işlənsə nə olardı? Adəmdən söhbət gedərdi. Vahidə kəlməsi işlənir, qadın cinsi. İndi bunun da hələ mübahisələri var ki, niyə belə oldu? Yəni, fəlsəfi baxımdan və yaxud da başqa dil, ərəb dili, qrammatika cəhətdə. İndi mənim sözüm nədir? Deməli, mən bunu vahid yox, vahidətun olaraq yazdım təmərbuhtə ilə. Və bu vəqf olunanda necə olur? Vahidə, h. Hə hərfinin rəqəmsal dəyəri neçədir? 5-dir. Amma mən 6 yazmışam. Vav hərfinin əbcəddə dəyəri neçədir? 1-dir. Amma mən 13 yazdım. Əlifin rəqəmsal dəyəri 1-dir. Amma mən 111 yazdım. Ha 8-dir. Mən 9 yazdım. Dəl 4-dür əbcəddə, amma mən nə yazdım onun dəyərin? 35 yazdım. Niyə bu cür yazıram? Bunu özünüz hesaplayarsınız. Sonra bunu da hesaplayarsınız. Bu da. Sonra da son nəticədə bunu da hesaplayanda görəcəksiniz ki, 6236 edir cəmi. İndi sual verə bilərsiniz. Nə üçün o cür yazdım? İndi fikir verin. Deməli, qardaşlar, əlif hərfi ki, bax, vahid kəlməsində nə var idi? Vav hərfi və əlif, vahid. Vav hərfi əbcəddə dəyəri 6-dır. Amma mən 13 yazdım. Niyə? Fikir verin, 13 yazmışam. Fikir verin, 13. Niyə? Çünki hərfin adını yazıram. Vav hərfinin. Vav, əlif, vav. Hərf, yəni vav 6-dır, bu vav da 6-dır, əlif 1-dir. Yəni vav hərfin adını yazanda dəyər artıq 6 deyil, 13-dür. Əlif hərfin rəqəmsal dəyəri 1 idi, amma adını yazanda əlif 1-dir, ləm 30-dur, fə 80-dir, 111. Bu cür yazmışam. Fikir verin, ona görə vav 13-dür, əlif 111-dir. Heç min illərdir, heç kəs bu cür yazmayıb əbcətinə hesaplayanlar. Hamısı min illərdir ki, 5000 ildir ki, girin Wikipediya baxın, Finkiyalılar hərfə rəqəm dəyəri verir, ərəb və yahudilər və yunanlar onlardan götürür. Amma vava ilə 6 deyiblər, əlifə 1 deyiblər, ta hərfin adını yazmayıblar. Mən deyirəm ki, gəlin yazsaq nə olacaq, yazanda mövcud olur. Məsələn, ha rəqəmsal dəyəri 8-dir,
Mən məsələn buna 9 deyəcəm. Fikir verin. Bax, bu H hərfinin rəqəmsal dəyər yazmışam 9. Və yaxud da burasında 9 yazmalıydım ki, sizə aydın olsun. Dəl hərfinin rəqəmsal dəyəri 4-dür. Niyə 35 yazdım? Dəl 4-dür, əlif 1-dir, ləm 30-dur. Neçə elədi? 35. H hərfinin rəqəmsal dəyəri 5-dir, amma 5 topla 1 elədi 6. İndi hə deyəndə nəyi nəzərdə tuturam? Hə deyəndə bax bu təmərbutanı nəzərdə tuturam. Vahidətun kəlməsində və yaxud da vahidah deyib dayananda vahidə hə hərfi təmərbutu artıq həni ifadə edir onda. Hənin də rəqəmsal dəyəri hənin də adını yazsaq ki, hə hərfini eləsə adını yaz artıq 6 olur. Bax, indi bu cür baxanda və yaxud da məsələn, sə hərfi əliflə yazılır, 500 topla 1. Nun hərfi necə yazılır? Nun, vav və nun. Yəni, 50 topla 6 topla 50. Bu cür yazılır. Bax, bunların rəqəmsal dəyərlərinə bu cür baxanda və yaxud da məsələn, ra hərfi necə yazılır? 200 topla 1 yazılar əbcəddə. Bə hərfi yazılır 2 topla 1, yəni 3. Əyn hərfi necə yazılır? Əyn, yə və nun. Nun 50-dir, yə 10-dur və əyn hərfi isə 70-dir, elədi 130. Bax, bu cür baxanda, yəni vahiddir 1 deməkdir, isnən 2 deməkdir, sələsə 3 deməkdir, ərbə 4 deməkdir, sonra xamsə 5 deməkdir. Fikir verin, X600 də əliflə yazılar. Mim əbcəddə dəyəri 40-dır, amma mim necə yazılar? 40 topla, 10 topla 40 olaraq yazılar, yəni 90-la. Yəni mimi yazılışı budur. Mim, yə, mim. 90. Sin necə yazılar? Sin 60-dır, yə 10-dur, nun 50-dir, elədi 120. Və yaxud da məsələn, sittun nə deməkdir? Ya da sittəh. Sittəh nədir? 6 deməkdir. Ərəbcən. Tə burada 2 dənə tə var. Tənin biri necə yazılır? Tə əliflə yazılır. Tə, yəni 400, tə 400 deməkdir. Topla biri. Deməli, tənin rəqəmsal dəyəri 401-dir. Bəs mən niyə 802 yazdım? 2 qat yazdım. Çünki burada təşdid var. Təşdid göstərir ki, 2 dənə tə var. Bu cür belə baxanda bunlara, qardaşlar, bunlara bu cür baxıb yazanda rəqəmsal dəyərləri gəlib görəcəksiniz ki, rəqəmsal dəyər gəldi çıxdı 6236-ya. Yəni, bir çox şeylərdə mən tapmışam ki, 6236-ya gəlir, çıxır rəqəmsal dəyər. Bu da odur ki, Allah Teala bunları həqiqətən ta əzəldən düzüb qoşub ki, ərəb dilinin, ərəb kəlmələrin ki, hamısı Quran ayələrinin sayına gəlsin, çıxsın.